Dostum, bəzi insanlar yalanla, hiylə ilə, saxta sözlərlə başqalarını aldatmağa çalışır. Gözəl sözlər söyləyərək saxta bir maska taxıb səni aldatdıqlarını zənn edərlər. Lakin unutma, aldanan sadəcə onlardır. Çünki həqiqət gec-tez ortaya çıxır. İnsanları aldadanlar qazandıqlarını zənn edirlər. Lakin əslində elə uduzan özləridir. Çünki güvəni itirmək ən böyük məğlubiyyətdir. Bir insan bir dəfə aldatıldığında üzlər. Lakin aldatan insan hər gün vicdan əzabı ilə savaşmaq zorunda qalır. Dostum, sən belələrinə qarşı diqqətli ol. Sözləri bəzəkli ola bilər, amma qəlbləri necədir? Bunu anlamaq üçün tələsmə. Gözəl sözlər danışan hər kəsə inanma. Haqqı ölçə al, ədalətlə davran və heç vaxt yaxşılıqdan, dürüstlükdən vazgeçmə. Və unutma, insanları aldadanlar Allahı aldada bilməzlər. Dünyada aldada bilərlər, lakin hesab günü yaxındır. O gün nə yalan, nə də saxta maskalar işə yarar. Ona görə də həm özünü qoru, həm də başqalarına xəbərdarlıq et. Çünki hiyləgərlərin ən böyük qorxusu gerçəyin üzə çıxmasıdır.